Sumqayıt şəhərində iki nəfər arasında borc üstündə yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə bu ilin martın 8-də saat 12:00-da şəhərin 26-cı məhəlləsində yerləşən Sürücülük məktəbinin yaxınlığında baş verib. Xaçmaz rayon sakini 1981-ci il təvəllüdlü Süleyman həmin ərazidə dostluq münasibətində olduğu Elmarı vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Süleymanın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs göstərib ki, Elmarı bir neçə ildir tanıyır, bir neçə ay əvvəl ondan 100 manat borc pul alıb. Sonradan borcu tələb etsəm də geri ala bilmədim. Martın 8-də yenə də ona zəng edərək görüşmək istədiyimi bildirdim. Həmin gün saat 12:00-da Sumqayıt şəhəri 26-cı məhəllədə yerləşən Sürücülük məktəbinin arxa hissəsində görüşdük. Elmardan borcunu niyə qaytarmadığını soruşdum. İmkanının olmadığını bildirdi və bu zaman aramızda mübahisə düşdü. Elmarın sifət nahiyəsinə bir yumruq vurdum, daha sonra aralanaraq getdim deyə o ifadəsində göstərib. Bu cinayət işinə Sumqayıt şəhər məhkəməsində baxılıb, məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkənin şikayətini geri götürüb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Bundan başqa, Bakının Sabunçu rayonunda 1981-ci il təvəllüdlü Qəmbər Babayev tanışı Nəsimiyə xəsarət yetirib. Hadisə Sabunçu qəsəbəsində baş verib. Həmin gün gecə saat 2 radələrində Babayevin yaşadığı bir otaqlı evdə tanışı Nəsiminin onu təhqir etməsi səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı o masanın üzərində olan mətbəx bıçağı ilə Nəsiminin bel və ayaq və hər iki qol nahiyəsindən bir neçə dəfə vurub. Babayevin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Sabunçu qəsəbəsində yerləşən bir otaqlı fərdi evdə bir müddət tanışları Nəsimi və İlqarla birlikdə yaşayıb. Münasibətləri normal olub. Hadisə günü İlqarla kafedə spirtli içki içdik. Təxminən saat 22 radələrində evə gəldim. Hamama girdim, çıxdıqda Nəsimi, İlqar və qonşuluqda yaşayan bir şəxsin yeyib içdiklərini gördüm. Mən də onlara qoşuldum deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, Nəsimi ilə qonşuluqda yaşayan şəxsin mübahisə ediblər və qonşu oradan gedib. Dükandan yenə spirtli içki aldım. Evə qayıtdıqda Nəsiminin yanında tanımadığım bir qadın gördüm. Ona içki içdikdən sonra getməli olduğunu dedim. Gecə saat 2 radələrində Nəsimi məni yanına çağırdı. Niyə görə onun çıxmağını istədiyimi soruşdu. Mübahisə etməyə başladıq. Masanın üzərində olan bıçağı götürdüm və onun bel, sol ayaq və hər iki qol nahiyələrinə zərbələr vurdum. Sonra qorxub küçəyə çıxdım və oradan uzaqlaşdım deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Bu cinayət işinə Sabunçu rayon məhkəməsində baxılıb, məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib, o cinayət məsuliyyətindən azad edilib.